Qabustan Muzeyinin əsas diqqəti cəlb edən və bəşəriyyətin başlanğıcına, yayılmasına olan ana işarə bax məhz budur. Şaman, başında papaq, 7 xətt bir tərəfdə, 6 xətt bir tərəfdə. Qədim xalq mahnılarında belə bir mahnı var. Deyir, əkinçiyəm, biçinciyəm, bu qışı burada, bu qışı burada keçmir mədar. Açırıq, mədar nə deməkdir? Mədar başlanğıc nöqtə, xərçəng tropiki. Demək, başlanğıc nöqtə buradır. Və 7 iqlim boyunca 6 istiqamətdə buradan paylanıb. Əfsələddin Xaqani əsərində yazır ki, ey 7 iqlimin 6 gəlini dolandıran, 7 iqlim boyunca 6 istiqamətdə paylanma buradan gedib. Məhz Qabustandan. Qabustan deyəndə biz təkcə buranı nəzərdə tutmuruq. Bura muzeydir. Lətif Kərimovun əsərində Bakıdan Dərbəndə, Şəkidən Hacıqabula qədər olan gedib qədim Qabustan. Rus mənbələrində gedir. Kabristan Qabustan, qədim Qabustan. Bəli, Qabustan bəşəriyyətin başlanğıc nöqtəsidir və paylanma da buradan gedib. Həmin bu şəcərə Qabustan qayası rəsmləri dünyanın 20 ölkəsində var. Amma çox təəssüflər olsun ki, 20 ölkədə olan qayası rəsmin bir predmet yazısı mifoloji fəlsəfi baxımdan düzgün açılmayıb. Bizim bugün mənbələr əsasında açılış verir ki, başlanğıc nöqtə budur. Bu da şaman, başında papaq, 7 iqlim boyunca 6 istiqamətdə oylanması faktdır. Bax, 6-7. Burada göstərir şaman, biraz şəkil aydın görünmür. Amma faktiki görünür də burada. Baxırsan görünür və bu əsas nöqtələrdən biri budur. Bəşəri qiblənin əsası